differential kamera yok ama başlatan formu başlatı bu biraz olur. Daha bir şey bak. Bak bak. Hoca di bu bir ayıp, bakım ayıp. Lənkəran şəhəri, Osa küçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib. Yanğınla bağlı yerli sakinlər aidiyyəti üzrə məlumat veriblər. Daxil olan məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin Cənub Regional Mərkəzinin qüvvələri 2 texnikası əraziyə cəlb olunub. Görülən operativ tədbirlərlə alov qısa müddətdə lokallaşdırılıb və yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilib. Küləkli hava şəraiti yanğınsöndürənlərin işini çətinləşdirib. Alovun daha da geniş ərazilərə keçməməsi üçün kənd sakinləri də yanğınsöndürənlərə köməklik göstəriblər. Əldə etdiyimiz son məlumata görə açıq ərazidə başlanan yanğın söndürülüb. Qeyd edək ki, yanğın olan sahədə əsasən kolkos, eləcə də alçaq və hündür boylu ağaclar da var. Peşan.